hədislər Quran-ı Kərimi təfsir edir və izah edir. Hədis deyəndə yalnız Peyğəmbərin dediyi sözlər mi nəzərdə tutulur? Bizim hədislərə olan ehtiyacımız, daha doğrusu şiddətli şəkildə olan ehtiyacımız, hədislərin Quranla olan bağlılığını bildiyimiz zaman daha gözəl aydın olacaq. Əssəlamu aleykum və rəhmətullah əziz izləyicilər. Hər birinizi Mədinə Saatının növbəti buraxılışında xoş gördük. Bugünkü mövzumuz dinimizin ikinci məsləri olan sünnət, yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləri haqqında olacaq. Və bugünkü qonağımız Mədinə İslam Universitetinin məzunu Ramin Məmmədovdur. Xoş gəlmisiniz Ramin müəllim. Allah razı olsun. Barakallahu. Ramin müəllim, sünnə və sünnət sözünü çox eşidirik və bu sözün işləndiyi yerdən asılı olaraq mənası dəyişir. Və istərdim ki, bu haqda bizə məlumat verəsiniz. Sünnət sözü nə deməkdir? Elhamdülillahi Rabbil alemin və salatu və selamu ala əşrafil ənbiyyə və mürsəlin nəbiyyina Muhammedin və ala alihi və sahbihi əcməin. Əmmə bə'd. Hadi qardaş, ümumiyyətlə sünnə sözü işləndiyi yerindən sizin ifadə etdiyiniz kimi işləndiyi yerdən asılı olaraq mənası dəyişir. Misal üçün, ərəb dilində əgər götürsək, sünnə sözünün mənası ərəbcə gedilən yol deməkdir. O gedilən yolun yaxşı və ya pis olmasından asılı olmayaraq, necə ki, hədisdə gəlir, kim İslamda gözəl bir yol qoyarsa və yaxud da ki, kim İslamda pis bir yol qoyarsa, hədisində ifadə olunur. İslam dinində isə istifadə olunan fənnin yerinə görə həmçinin dəyişir. Misal üçün, fəqihlərə görə sünnə bir əməli etdiyi zaman əcr qazanan, savab qazanan və onu tərk etdiyi zaman günah qazanmayan əməllərə deyilir. Yəni ki, müstəhəb əməllər və bunun müqabili vaciblərdir. Hədis alimlərinə görə isə sünnə deyildiyi zaman Allah Rasulundan sallallahu aleyhi və səlləmlə bizə gələn hədislərdə istəyir sözlər, istəyir feillər, istəyir təqrir və yaxud da ki, istəyir Allah Rasulunun sallallahu aleyhi və səlləmin yaradılış və yaxud da ki, əxlaqi sifətlərini vəsf edən hədislərə deyilir. Lakin əqidə və üsul alimlərinə görə isə sünnə sözünün mənası əsasən Allah Rasulunun və onun əshabının getdiyi yol, əqidə, tutduğu yol nəzərdə tutulur. Və bunun da müqabilində bidətdir. Və buna misal olaraq bəzi alimlər sünnə adlı əqidəni aydınlaşdıracaq sünnə adlı əsərlər yazmışdılar. Demək, daim Quranla yanaşı istifadə olunan sünnət sözü Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin hədisləridir. Hədis deyəndə yalnız Peyğəmbərin dediyi sözlər mi nəzərdə tutulur? Xeyr, hədis deyildikdə təbii ki, yalnız Allah Rasulunun sallallahu aleyhi və səlləmin sözləri ilə məhdudlaşmır. Əksinə, hədis məfhumu bundan daha genişdir. Hədis məfhumu ümumi olaraq 4 dənə şeyi özündə əhatə edir. Birinci olaraq qövlü hədis. Yəni Allah Rasulunun sallallahu aleyhi və səlləmin istifadə elədiyi sözlər və dediyi və bizə çatan sözləridir. Buna misal olaraq innəməl əməlu bin-niyyət. Əməllər yalnız əmin niyyətlərə görədir və həmçinin halal bəllidir, haram bəllidir. İkinci qismi isə Allah Rasulunun sallallahu aleyhi və səlləmin etdiyi əməllər və sahabələrin bizə nəql etdiyi, Allah Rasulunun bizə nəql etdiyi əməllərdir. Buna misal olaraq Allah Rasulunun sallallahu aleyhi və səlləmin namazı necə əda etməsi, həcci necə əda etməsi və həmçinin dəstəmaz almaq sifəti və s. Üçüncü qismi isə Allah Rasulunun təqrir etdiyi əməllərdir. Təqrir yəni təsdiq etdiyi. Yəni Allah Rasulü sallallahu aleyhi və səlləm huzurunda kimsə bir əməl edibsə və yaxud da ki, hansısa bir söz istifadə edib və yaxud da Allah Rasuluna çatıb, susub və yaxud da onu gözəl qarşılayıb, bu əməllərə təqriri hədis, təqriri yəni Allah Rasulunun təsdiqlədiyi və inkar etmədiyi sözlər və əməllərdir. Və əgər ən azından həmənki əməllər ya sünnədir, ya da ki, vacibdir başqa bir hədislərlə və ən azından mübah sayılan əməllərdir. Çünki Allah Rasulü sallallahu aleyhi ve sellem heç zaman batil bir sözün qarşısında və yaxud da batil bir əməlin qarşısında susması qeyri-mümkündür. Dördüncü qismi isə vəsfi hədislərdir. Vəsfi hədislərdən məqsəd Allah Rasulunun sallallahu aleyhi ve sellemin yaradılışını, xilqətini və yaxud da ki, onun əxlaqını bizə vəsf eləyən, gəlib çatan hədislərdir. Müəllim, bəs hədislərin İslamda yeri nədir? Onlar Quran kimi vəhidimi? Və həmçinin Quran mövcud olduğu halda hədisə hansı yönlə ehtiyacımız var? Gözəl sualdır, hadi qardaş. Allah sənə bərəkət versin. Həqiqətən də hədislərin İslam dinində əzəmətli bir məqamı vardır. Və bu məqamı anlamaq üçün biz bir neçə yöndən baxa bilərik. Sualda da qeyd olunduğu kimi, hədislər vəhidimi? Şübhəsiz ki, hədislər vəhidir. Necə ki, Allah Subhanahu wa Ta'ala Necm surəsində buyurur ki, وَمَا يَنْطِقُ عَنِ الْهَوَى Allah Rasulü öz istəyindən danışmır. İn huve illa vahyu yuha.
O yalnız ona təlqin olunan vəhidir. Və həmçinin bizim hədislərə olan ehtiyacımız bir neçə nöqtədən izhar olur. Bunları müminin həyatında Allah Rasuluna tabiçiliyin necə ehtiyac olmasını bildiyimiz zaman bilə bilərik. Necə ki, Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə neçə yerdə bizə buyurur ki, və atiyyullaha və atiyyur Rasul. Allaha və Rasula tabi olun. Və həmçinin buyurur ki, və mə ətəkumur Rasulü fəxuduhu və mə nəhəkum anhu fəntəhu. O, sizə nəyi verirsə, onu götürün. Və sizə nəyi qadağan edirsə, ondan əl çəkin. Və müminin həyatında Allah Rasuluna sallallahu aleyhi ve sellemə təəssü eləmək, ona tabiçilik, tabi olmaq çox əhəmiyyətlidir. Bunlardan bir neçə faydalar saya bilərik. Allah Rasuluna sallallahu aleyhi ve sellemə tabi olmanın faydalarından Allahın məhəbbətini qazanmaq və Allahın məğfirətini çatmaqdır. Necə ki, Allah Subhanahu wa Ta'ala Əl-İmran surəsində buyurur ki, "Qul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullahu və yaghfir lakum zunubakum." De, əgər siz Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Və həmçinin Allah Rasuluna sallallahu aleyhi ve sellemə tabi olmaq insanın Allahın rəhmətini qazandırır. Necə ki, Allah Subhanahu wa Ta'ala Nur surəsində buyurur ki, "Və aqimus salata və atuz zakata və atiyyur rasulə leallekum turhamun." Namaz qılın, zəkat verin və Allah Rasuluna itaət edin ki, sizə rəhm olunsun. Və həmçinin bu ayə onu göstərir ki, biz öz ibadətlərimizə Allah Rasuluna itaət etməliyik. Onun bizə öyrətdiyi kimi ibadət etməliyik. Və həmçinin bizim hədislərə olan ehtiyacımızın şiddətliyini izhar edən ən böyük şeylərdən biri olur ki, insanın imanı yalnız Allah Rasuluna sallallahu aleyhi ve sellemə tabi olmaqla tamamlanır. Necə ki, Allah Subhanahu Teala bunu Nisə surəsində açıqlayaraq buyurmuşdur ki, فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِي مَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا. Xeyr, sənin Rəbbinə and olsun ki, ey Peyğəmbər, onlar aralarında düşən mübarizədə, yaxud ki, mübahisədə səni hakim təyin etmədikcə və sənin verdiyin hökmdə qəlblərində heç bir narahatçılıq tapmadan, tam təslim olmadıqca iman gətirməzlər. Bizim hədislərə olan ehtiyacımız, daha doğrusu şiddətli şəkildə olan ehtiyacımız, hədislərin Quranla olan bağlılığını bildiyimiz zaman daha gözəl aydın olacaq. Hədisin Quranla bağlılığı 4 tərəfdəndir. Birinci hissəsi Quran-ı Kərimdə gələn ayələri təkid etməsi, onları daha da vurğulaması, vacibliyini bildirməsi. Məsələn, Allah Subhanahu Teala Quranda buyurur ki, namaz qılın, oruç tutun, zəkat verin, valideynə yaxşılıq edin. Və həmçinin hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem bunları bildirir. Onların mükafatını, onları tərk edənin cəzasını bildirir, açıqlayır, təkid edir. İkinci qism isə hədislərin Quranla olan bağlılığı, hədislərin ayələri təfsir etməsi və açıqlamasıdır. Belə ki, Quran-ı Kərimdə bir neçə hökmlər cümlə, ümumi olaraq gəlir. Allah Subhanahu Teala məsələn buyurur ki, namaz qılın. Və Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, "Sallu kəmə rəeytumuni usalli." Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın. Namazın şərtləri, rükunları, dəst namazın şərtləri və rükunları və yaxud da zəkatda olan nisab, nə qədər zəkat verməlidir, nə zaman insana vacib olur və həmçinin həccin əhkamları, ayinləri və s. Belə ki, hədislər Quran-ı Kərimi təfsir edir və izah edir. Və bizim hədislərdən müstəğni olmamız qeyri-mümkündür. Hədislərin Quranla olan bağlılığını bildirən üçüncü qism isə Quran-ı Kərimdə gələn hökmləri, ümumi hökmləri bəzilərini istisna etməsi və yaxud da ki, məhdudlaşdırması, onların həddini nə qədər olmasını, miqdarını bildirməsidir. Buna misal olaraq Allah Subhanahu Teala Quran-ı Kərimdə oğurluq edən kişi və qadının əlini kəsməsi bizə bildirib, əmr edib. Lakin Quran-ı Kərimdə nə zaman, nə qədər miqdarda oğurluq edənin əli kəsilməsi vacib olur və əli kəsildiyi zaman hardan kəsilir? Bunların hamısı nədir? Allah Resulü sallallahu aleyhi ve sellem bizə izah edib. Və həmçinin Quran-ı Kərimdə gəlir ki, "Hurimet aleykumul meytet ve dem." Sizə qan, beleş, əti haram edildi. Həm Allah Resulü sallallahu aleyhi ve sellem isə hədisdə buyurur ki, dənizin suyu haqqında soruşulanda "El-hillu meytetuhu və huvet-tahuru ma'uhu el-hillu meytetuhu." Onun suyu təmiz, ölmüş isə, leşi isə halaldır. Yəni balıqlar misal üçün və yaxud da dənizdə yaşayan hər hansı bir heyvanlar. Və həmçinin dördüncü qismi isə hədisin Quranla bağlı olan dördüncü qismi isə bu hədisdə müstəqil şəriət hökmləri gəlməsidir ki, o hökmlər Quran-ı Kərimdə yoxdur.
o hökmlər haqqında Quran-Kərim susmuşdur və Allah Resulü sallallahu əleyhi və səlləm bizə bəyan etmişdir. Buna misal olaraq da ki, Allah Resulü sallallahu əleyhi və səlləm bu sözünü deyə bilərik ki, Allah Resulü buyurur ki, daha doğrusu bir qadınla onun bibisini və yaxud da ki, xalasını bir yerdə evlənməyi qadağan etmişdir. Bilirik ki, Allahu Teala Quran-ı Kərimi qiyamətə qədər qoruyacağına vəd verib. Bəs hədislər necə? Onlar da qorunurlarmı? Şübhəsiz ki, Allah Subhanahu wa Taala'nın "İnna nahnu nazzalna zikra ve inna lehu lahafizun" həqiqətən zikri biz nazil etdik və onu biz qoruyacağıq vədi zəruri olaraq hədisləri Allah Resulü'nün sallallahu əleyhi və səlləm sözlərində əhatə edir. Bunun mahiyyətini dərk etmək üçün bundan öncəki keçən sözlərimizi də nəzər salmaq kifayət edər. Lakin əlavə bəyan üçün, misal üçün Allah Subhanahu wa Taala Quran-Kərimdə buyurur ki, Qiyamət surəsində "İnne aleyna cem'ahu ve Qur'ana" Quranın sənin qəlbində qərar tutması və onun oxunuşu bizə aiddir. "Fəizə qara'nahu fəttəbi' Qur'ana" Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. "Sümme inne aleyna beyana" Sonra onu bəyan etmək də bizim üzərimizədir. Hədislərin Quranla bağlılığı zaman danışarkən əlavə etdik ki, bunlardan da biri hədislərin Quranı təfsilat etməsi, açıqlamasıdır. Və Allah Subhanahu taala burada buyurur ki, Quranı bəyan etmək də həmçinin bizim üzərindedir. Necə ki Allah Taala Quran-ı Kərimin sözlərini qoruyub və həmçinin onun bəyanını da qoruyub. Ola bilməz ki Allah Subhanahu taala öz kitabının sadəcə sözlərini qorusun, lakin onun hökmünü, anlamasını, həyatda tətbiq etməsini isə qorumasın. Bu mümkünsüzdür. Və bunu daha da gücləndirən Nəhl surəsində gələn Allah Subhanahu taala'nın bu ayəsidir. وَأَنزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ Biz sənə zikri nazil etdik ki, insanlara nazil olanı açıqlayasan ki, onlar onun ətrafında düşünsünlər. Lakin sual yarana bilər ki, Allah Subhanahu wa Taala Quran-ı Kərimi insanlara sevdirməklə və nəsillərdən nəsillərə ötürərək sinələrdə əzbərlənərək gəlmişdir. Bəs hədislərin qorunması necə? Cavab budur ki, həmçinin Allah Subhanahu wa Taala hədisləri də həmçinin bəzi insanlara sevdirməklə yanaşı onları hifz etməklə, əzbərləməklə Allah Subhanahu taala bu ümməti bəxş etmişdir ki, onlar da hədis alimləridir. Bunlara misal olaraq gətirə bilərik ki, Əbu Zura Ər-Razi hədis alimlərindən olan buyurur ki, İmam Əhməd haqqında yahfazu əlfə hədis. Deyir ki, o milyon hədis əzbərləyir. Ondan soruşurlar ki, sən onu hardan bilirsən? Deyir, bunu mən ondan bir yerdə müzakirə etdim. Və həmçinin Qatadə haqqında buyurur ki, "Mə qultul muhaddisin aid alayhi qat." Mən heç zaman heç bir mühəddisə mənə bir hədisi ikinci dəfə danış deməmişəm. Bir dəfə ilə əzbərləyirdilər. Və həmçinin Buxari rahimehullah haqqında gəlir ki, özü haqqında deyir ki, "Ənə əhfazu 100.000 hadisin sahih və 100.000 hadisin qeyri sahih." Mən 100.000 səhih və 200.000 qeyri-səhih hədis əzbərləyirəm. Bu da onların Allah Resulü'nün olan sözlərinə olan etinası, onu müdafiə etmək üçün olan cəhdlərini ortaya qoyur. Və bunları misalları çoxaltmaq olar təbii ki. Və bununla yanaşı bizim bildiyimiz İslam dinində xas olan, müsəlmanlara xas olan hədis elmi deyən bir şey var ki, orada xüsusi dəqiq bir qaydalar qoymaqla hədisləri araşdırmışlar, onların səhihini zəifindən ayırmışlar. Bəli. İstərdim ki, bizə və izləyicilərimizə hədis elmi haqqında məlumat verəsiniz. Hədis alimləri bir hədisin səhih, haqq və digərinin isə zəif və batil olduğunu necə bilirlər? Çox gözəl sualdır, Xalq qardaş. Həqiqətən də hədis elmi Allah Subhanahu wa Taala'nın İslam ümmətinə bəxş etdiyi böyük bir fəxr edəcəyi nemətdir. Belə ki, sahabelərdən, daha doğrusu tabiinlərdən varid olmuş ki, demişlər ki, "Əl-isnadu minəd-din", isnad dindəndir. Və hədis alimlərinin hədisə yanaşmaları iki tərəfdəndir. Birincisi hədisin isnadı tərəfindən. Yəni hədisi rivayet edən ravilər baxımından qoyduğu şərtlərdir. Bunlara qoyulan şərtlərdən çox dəqiq şərtlər qoymuşlar. Birincisi misal üçün ravinin adil olması, yəni ki, onun müsəlman olması, həddi buluğa çatması və fasiqlikdən uzaq olması və dininə xələl gətirəcək az bir şeydən belə uzaq olmasıdır. Və həmçinin bu şərtlərdən bir ravinin digər ravidən rivayet etdiyi zaman ondan birbaşa eşitməsidir. Və həmçinin itqan etməlidir.
rəvayət etdiyi hədisi itqan etməlidir və itqan etmək yolu da hədisçilərdə iki tərəfdən idi. Ya əzbərlən idi, bu da ki, onların çoxsunun halı belə idi. Ya da ki, yazmaqla, kitabını etina göstərməklə və bir çoxunun bir neçəsinin halı isə ikisini bir yerdə cəm etmək idi. Həm hədisi əzbərləyirdi və həm də onları yazırdılar. Bu da ən güclü təbəqəsidir. İkinci tərəf isə, adı qardaş, hədisin mətni tərəfindən yanaşmalardır ki, rivayət olunan hədis həmən o hədisi rivayət edilən ravinin gətirdiyi o hədis özündən daha güclü bir ravinin hədisinə müxalif olmamalıdır. Və həmçinin ona zərər gətirəcək gizlin və bəzilərinə örtülü qalan və hədisə xələl gətirəcək eyblərdən uzaq olmasıdır ki, ona da əl deyirlər, ilal elmi, ona da yalnız hədis elmində uca bir məqama çatan alimlər bilirlər. Hədis elmi bir neçə qismlərə ayrılır. Çox saymaq olar, lakin bunlardan əsas bir də rical elmidir, ravilər haqqında yazılmış və həmçinin o hədislər haqqında yazılmış, əthiqat yazılmış. Yəni ki, güclü raviləri ayırmışlar öz kitablarında və yaxud da ki, zəif raviləri bir kitabda Əd-Duafə vəl-Mətrukun deyə kitablar yazmışlar. Həmçinin zəif hədisləri bir yerə toplamışlar və onlara ravilər haqqında deyiləcək bir söz, əgər hansısa bir naqislik üz verərdirsə, onlar haqqında danışmaqdan, Allahın dinini qorumaq məqsədi ilə təyin etmək, danışmaqdan çəkinməzdilər. Necə ki, Muhammed Bundar İmam Əhmədə deyəndə ki, mən sıxılıram ki, bəzi insanlar haqqında deyim ki, filan kəs zəifdir, filan kəs yalancıdır. İmam Əhməd deyir ki, İlə səkət əntə və ilə səkət önə fəmətə ya'riful cahil əs-sahih minəs səqim. Əgər sən sussam, mən sussam, cahil kimsə səhih hədisi zəifdən nə zaman ayıracaq? Hətta onların öz valideynləri olsa belə. Necə ki, Buxari rahiməhullahın müəllimi olan Ali ibn Mədini atası haqqında soruşanda o deyir ki, məndən başqasından soruşun. Və ona israr edəndə deyir ki, din innəhu daif. Bu Allahın dinidir. Deyir ki, o zəif idi. Və o həqiqətən də hədis alimlərinin hədisləri qorumaq, onları bir səhih zəifdən ayırmaq üçün qoyduqları dəqiq və çox yüksək bir qiymətləndirilən elm hədis elmidir. Bu elmi Allah Subhanahu taala yenə qeyd etdiyim kimi İslam ümmətinə bəxş etdiyi çox dəqiq bir elmdir. Allah sizə bərəkət versin. Həqiqətən bizə verdiyiniz bu məlumatlar çox dəyərlidir. Hədis elmi dinimizin ən böyük gözəlliklərindən biridir. Təsəvvür edin, bir söz əsrlər boyu silsiləvi şəkildə bilinən isnadla düz Rəsulumuz Muhammed sallallahu aleyhi və səlləmə qədər gedib çıxır. Hətta minlərlə insanın bu hədisləri əzbərləməyi nəticəsində artıq heç kim özündən yeni bir hədis uydura bilmir. Və nəticədə eyni hədis müxtəlif ölkələr, müxtəlif qitələr arasında, müxtəlif insanlar arasında eyni şəkildə yayılır. Sual vermək istəyirəm. Bilirik ki, bizim Səhih Buxari və Səhih Müslim kimi mötəbər hədis kitablarımız mövcuddur. Bu kitablar ümumiyyətlə hədis elmi və bu kitablar nə zaman və necə yazılmağa başlayıb? Doğrudan da bu mühüm sualdır. Lakin hədisin nə zaman yazılmasına qısa olaraq toxunmaq istəyərdim. Hədisin yazılması ümumiyyətlə Allah Rasulunun sallallahu aleyhi ve sellemin artıq vaxtında başlamışdı. Bəzilərinin dediyi kimi gec başlamamışdı. Buna misallar olaraq Əbu Hüreyrə deyir ki, məndən çox əzbərləyən yox idi. Yalnız Abdullahdan başqa. Çünki o yazırdı, mən isə yazmırdım. Həmçinin Allah Rasulü hərdən əmr eləyərdi yazmağı. Deyərdi ki, uktubu liyəbişə, bu şəhidini yazın. Qeyd etdiyimiz kimi də onların əsas etimad etdiyi əzbər idi. Çünki onlar ummi bir qövm idi. Əzbərləmək onlarda səlisli idi. Rahatlıq əzbərləyirdilər. Və onlardan sonra gələn həmənki mərhələdə olan tabinlər idi. Bir-birlərinə hədisi yazmağı, qeyd etməyi tövsiyə edirdilər. Lakin hədisin rəsmi olaraq yazılma müddəti isə Hicri təqvimi ilə 1-ci əsrin sonlarında başlamışdı. Xəlifə Ömər ibn Abdüləziz rahiməhullahın əmri ilə ilk yazanlardan, misal üçün Muhammed ibn Muslim ibn Şihab Əb-Zuhri idi. Ondan sonraki gələn mərhələdə isə bu da 2-ci əsrin ortalarına təsadüf edir ki, artıq o zamanda kitab halına yazılmış kitablar ortaya çıxmışdı. Bunlarda müsnədlər idi. Və 3-cü əsr isə, 3-cü əsr, buna qızıl dövrü deyirlər, artıq Əhl-i Sünnənin mötəbər məsdərləri olan kitablar, Buxari, Müslim kimi, Əbu Davud, Tirmizi və Nəsai və İbn Məcə kitabları artıq toplanmışdı, cəm olmuşdu. Müəllim, bilirik ki, bəzi insanlar zamanımızda səhih hədisləri inkar edir və onları tən edirlər. İddia edirlər ki, bu hədislər uydurmadır. İddialarına əlavə olaraq deyirlər ki, bu hədisləri nəql edən
bizə çatdıran alimlər vaxtı ikən siyasi təzyiqlər altında bu hədisləri yazıblar. Bu kimi fikirdə olan insanlara cavab verəsiz və əhəd hədislə mütəvatir hədisi bizə başa salasınız. Çox sağ ol qardaş. Hadi qardaş, ümumiyyətlə onların bu iddiası kökündən batildir. Çünki bizim alimlərin bu yolda olan əziyyətləri və sultanlar tərəfindən verildiyi əziyyətlərə dözməsi, səbr etmələri tarix boyu yazılmışdır. Bu insanlar, bu qism insanların tarixi də köhnədir. İndi deyil. Allah Resulü hətta onlar haqqında hədisdə bəyan etmişdir ki, elə bir zaman gələcək ki, bir kəs öz qoltuğunda oturacaq və deyəcək ki, bizimlə sizin arasınızda Qurandır. Orada nə halal tapsaq onu halallaşdırarıq, nəyi haram bulsaq haramlaşdırarıq. Bu insanlar iki qismdir. Birincisi, ya Allahın düşməni olan münafiqlərdir və o zamanlar ki, onlara zənadiq adlandırırdılar. Sonra onları dəstəkləyən şərqşünaslar idi ki, Qərb dövlətindən onlar hazırlanıb göndərirdilər İslam dinini içərdən parçalamaq üçün və günümüzdə də bunlardan biriləri özlərini Qur'anı adlandıranlardır. Bu qism insanlar təbii ki, onlarda çəkinmək, onları dinləməmək insanlara vacibdir ki, onlardan uzaq olsunlar. İkinci qismi insanlar isə cahil, öz dinindən xəbərsiz olan müsəlmanlardır ki, bu cür şübhələrə düşürlər. Onlara da tövsiyə etmək, bu şübhələrini aradan qaldırmaq bizim üzərimizə düşən vacibdir. Mütəvatir və əhəd hədislərə gəlincə, hədislərin bizə çatma sayına görə iki qismə ayrılır ümumi olaraq hədislər, mütəvatir və əhəd. Mütəvatir dedikdə, yəni ki, çox ravilərin adətən yalan üzərində ittifaq etməsi qeyri-mümkün olan hədislərdir ki, elə bir sayı çatır ki, onların yalan üzərində ittifaq etməsi mümkünsüzdür. Əhəd hədislər isə mütəvatir olmayan hədislərə deyilir. Əhəd hədislərə tən edənlər ümumiyyətlə tarixdə ilk olaraq mütəzilər olmuşdular. Ki, bu da ki, əhl-i sünnənin özəlliyindəndir ki, əhəd hədislərlə əməl edirlər. Fərqi yoxdur, istəyir əqidədə gəlsin, istəyir əməllərdə gəlsin. Əgər bir hədis səhih olursa, əhl-i sünnə bu görüşdədir ki, əhəd hədislərlə əməl edir. Bu fərqi yoxdur. Buna da İmam Şafi rəhməhullah ilk öncə 300 hədisi öz kitabında cəm etmişdir və orada məna ilə mütəvatir olan hədisləri onlara zidd olaraq rəddiyə vermiş. Onlara rəddiyə vermək üçün o həmin kitabı yazmışdır. Bu haqda alimlər geniş danışmışdılar. Təşəkkür edirəm Ramin müəllim. Dəvətimizi qəbul edib, buraxılışımıza, verilişimizə gəldiyiniz üçün və bu gözəl məlumatları bizimlə paylaşdığınız üçün. Sağ olun. Belə əziz izləyicilər, bugünkü buraxılışımızın sonuna gəldik. Ümid edirəm ki, bu gözəl mövzulardan faydalandınız. Növbəti buraxılışlarda görüşənədək. Sağ olun, salamat qalın. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.